Bugünkü demək dərsimizin mövzusu bilirsiniz, izah eləmişik ki, hərəkatın tempi və ritmi. Bax, indi bu hərəkatın tempi və ritmi haqqında, bunun nəzəriyyəsi haqqında danışdıq ki, bu necə yaranır, necə hərəkatın tempini biz necə müəyyənləşdiririk, hərəkatın ritmini biz nəyə əsaslanıb müəyyənləşdiririk və bugünkü məşqimizdə isə biz bunu praktik şəkildə izah eləyirik, göstəririk. Yəni, bax, hərəkatın tempi nədən yaranır? Bizim təklif edilmiş vəziyyətdə daxili psixoloji vəziyyətimizdən. Yəni, bizə rejissor tərəfindən təklif edilmiş vəziyyət nəyi bizdən tələb eləyirsə, biz daxilən həm danışıqda, həm münasibətlərdə, həm də hərəkətdə o təklif edilmiş vəziyyətin tempinə uyğun şəkildə öz obrazımız üzərində bunu həyata keçiririk. Və bu danışıqda hansı tempdə danışırıqsa, hərəkətimiz də o cür olmalıdır. Və hərəkətin ritmi, ritm nədir? Ritm bizim ürəyimizin döyüntüsüdür. Və bu ürək döyüntümüz bizim vəziyyətimizə uyğun şəkildə formalaşdı. Və bu formalaşdıqca isə bizim o taktları, yəni danışığın taktını düzgün ifadə edərək öz fikrimizi tam şəkildə tamamlayırıq. Və biz məntiqi vurğularda nəyi demişik? Məntiqi vurğularda deyəcəyimiz fikri ifadə eləyən sözlərə daha güclü vurğu vurmaq. Bu isə artıq gətirib nəyə çıxardır? Bizim obrazımızın ritminə. Və ritmi biz o cür tənzimləyirik. Temp isə, dediyim kimi, hərəkətin bizdən daxili psixoloji vəziyyətimizin və danışıq tərzimizin, daxili psixoloji vəziyyətdən danışıq tərzimiz doğur, danışıq tərzindən isə hərəkətimiz doğur. Və bəzən isə deməli, hərəkətdən söz doğur. Yəni, bir var sözdən hərəkətin yaranması, bir də var ki, hərəkətdən sözün yaranması. Hərəkətdən sözün yaranması artıq düşdüyümüz vəziyyətdir. Yəni, obrazın ifasında vəziyyətdən vəziyyətə keçid var. Və bu vəziyyətdən vəziyyətə keçid nədən yaranır? Tərəf müqabillər arasında yaranan münasibətlərdən. Misal üçün, sən deyək ki, bir yıldırım olaraq gəlirsən evə, nə üçün? Səfərə getmək üçün. Və çox sevincinlə, çox belə həm də gənc olduğun üçün, gənc bir tələbənin Parisə getməsi, orada istirahət eləməsi sənin üçün böyük bir, nədir, sevinç gətirən bir haldır. Amma içəri girəndə nə görürsən? Bacının düşdüyü vəziyyəti və istər-istəməz bacının düşdüyü vəziyyət sənin əhvalıva təsir eləyir. Və sənin əhvalıva təsir elədiyi üçün sənin səhnəyə daxil olduğun temp dəyişməlidir. Çünki o sevinclə gəlirdinsə, indi artıq o düşüncə gəldi ki, necə eləyim ki, bacımın könlünü ala bilim. Cəlalı səfərdən saxlamaq istəmirsən və saxlaya da bilməzsən. Və eyni zamanda gövərçinin bu vəziyyətdə burada, bu cür qoyub getmək də istəmirsən. Buna görə sənə o düşüncə gəlir ki, mən necə eləyim ki, gövərçin razı olsun bizim getməyimizə və kədərlənməsin. Bax, buna görə gövərçinə o tərifi deyirsən. Və dediyin o tərif ki, o qumral saçlar, o nə bilim, nə gözlər filan, bunlar hamısı gövərçin də hiss eləyir və sən özün də hiss eləyirsən ki, yalançı tərifdir. Yəni, bu sənin daxilindən gələn tərif deyil. Bu sənin gövərçinin könlünü almaq üçün yalandan dediyin tərifdir. Bax, buna görə də ondan, məsələn, ondan əvvəl ki, deyirsən, hərra, mələk, birər əfsanə, bu sənin daxilindən gələndir, sənin öz düşüncəndir. Amma o qumral saçlar filan dediyin tərif isə artıq bu yalançı tərifdir, onun könlünü almaq üçün olan tərifdir. Deməli, bunların arasında deyiliş tərzində də fərq olmalıdır və bunların tələb elədiyi hərəkətin də tempində və ritmində fərq olmalıdır. Çünki hər birinin özünə məxsus nəyi var?
bəli, tələbi var. Və ən çox dəyişkən vəziyyət kimdədir? Ən çox dəyişkən vəziyyət Uluq bəydə. Çünki Uluq bəy üçün övladlarının xoşbəxtliyi hər şeydən yüksəkdir. Və həm də Uluq bəy türkçülüyü, turançılığı həddən artıq sevən və türkçülük, turançılıq ideyalarını daha dərindən yaşayan bir ağsaqqaldır, bir belə deyək, atadır, ailə başçısıdır. Və övladlarının düşdüyü vəziyyət istər-istəməz bunu narahat eləyir. Və biz artıq əsərin təhlilindən bilirik ki, Uluq bəy qızının, gövərçinin deməli Cəlala ərə getməsini heç vaxt istəməyib. Çünki Cəlal tamam başqa təbiətli bir insandır. Cəlal türkçülükdən daha çox Avropaya meyilli olan bir insandır. Uluq bəy isə daha çox Avropadan qaçan və türkçülüyə meyil eləyən bir şəxsiyyətdir. Və buna görə burada da vəziyyət dəyişkən olur və bax bu vəziyyətin dəyişməsi sənin də hərəkətini və danışığın tempini və ritmini dəyişə bilir. İndi deməli məşq prosesində bax bu dediklərimizi əyani şəkildə çalışacağıq ki, göstərək. Xüsusən ona görə sənin obrazın haqqında daha ətraflı dedik ki, davamı artıq səndən eləyirik. Və sənin ilk gəlişin nədir bir sözün? Bu uzun saçlı xırçın cocuqlar hər biri gündə bir xəyal sayıqlar. Bu nə deməkdir? Bu deməkdir ki, hamısı özünü, öz milli mentalitetini unudub Avropaya meyl eləyir. Bu deməkdir. Şu uzun saçlı xırçın çocuklar, hər biri gündə bir xəyal sayıqlar. Zənnimcə Yıldırım bir qədər haqlı. O gənc bir tələbə, həm də maraqlı. Lakin bu hal Cəlal üçün çox gücdür. Çünki gövərçini hədd düşündürür. Qalxdın? Yavrum, kuzum, nə var? Nə olmuş yine? Söyle, şu küskün çöhrəyə səbəb nə? Səbəb kendim. Kendi talihsizliğim. Ayrılığa çox dayanmazdır bəyim. Keç, gəl qabağa. Kızım, senin gibi xudkam olanlar, hep qısqanc, inadlı, xırçın qadınlar olunmuş olurlar işin sonunda dəhşətli bir fəlakət qarşısında. Düşün. Yox, gözlə. Sən Cəlal ancaq ona verdiyin hürriyyətlə zəncirləyə bilərsən. Sakın, mane olma. Bu hal bir qüsur. Qüsur. Fəqət tərki məhəl bir qüsur. Hara gedərsən? Yox, ora getmirdin axı. Qüsur, fəqət tərki məhal bir qüsur. Gedirdin ki, o kəsirdi qabağı. Sakın, mane olma. Bu hal bir qüsur. Qüsur. Fəqət tərki məhal bir qüsur. Aha, sən yaxınlaşdın. Düşün. Günüz deyilmi bu hallar? Sənin Uluq bəy kimi bir baban var. Qəlbin fəza qədər geniş olmalı. Heç bir zaman sıkmamalı Cəlalı. Evet, heç doğru söylüyor Aydemir. Darlıqdan insana kiçiklik gəlir. Efendim, Əkrəm bəy sizi bekliyor. Gel bakalım. Səyyah, neler söylüyor? Ah, zavallı Əkrəm. Nə var? Ne olmuş? O vaxtilə gövərçinə vurulmuş. Həm də bir çox ümidlər bəsləmişdi. Yazık. Bir düşün. O ne halda şimdi? Fakat Gedin, yavrum. Gedin, uğurlar olsun. Gedin, böyük Tanrı size yar olsun. Fəqət bilməli ki, bir çox yiğitlər şu yaldızlı yolda olmuşlar hədər. Evet, bilməli ki, Nəsiyyət elə, biraz da. həm bəslər,
həm soldurar əməlləri. Avropada işıq da Tamaşaçılar. var, zülmət də. Orada səfahət də var, fəzilət də. O bir əngin dəniz ki, çox qorxuncdur. İnsan gah izi vurur, gah boğulur. Ayıq davranmalı, mətin olmalı. Həp nura qoşmalı, haqqı bulmalı. Uşağa yaxınlaşdın. İşte mələkçiyəz. Son sözüm sana. Sakın, gözəl mənəşəni unutma. Mənəkşəm. Ah, nazlı dilbər mənəkşəm. İstəməm səndən ayrılmaq. İstəməm. İşıq söndü və musiqi getdi. Tez dəyişirsiniz səhnəni. Kömək eləyin, bir-birinizə mane olun. Leur bonheur soit quand ce vaisseau en air fait peur. Se abandonner aussi, un philosophe ainsi, des musiciens, quelques badins que les gens parviennent. Sous le ciel dans Paris jusqu'au soir vont chanter. L'hymne en un peu. Dayandırdım musiqini. Aman, Ucadan. Aman. aman. Gözlerin yine başka bir şey. Bax, gəlişivin tempi ilə danışmaq lazımdır. Və gör hansı musiqi ilə, hansı ritm ilə gəlirsən, sonra başlayırsan, aman, olmaz axı. Ha, aldın. Aman, gözlerin yine başka bir şey söylüyor. Sanki bir dehşet seni her an tehdit ediyor. Hayır. Hayır sevgilim. Bu hal çox sürməz, keçər. Bu bir sinir halıdır. Merak etme, tez keçər. Fakat sebepsiz değil. Bu sırrı anlat bana. Sorma. Hayır, hiç sorma. Bu sır açılmaz. Kimdi gelen? Əkrəm bəy. Ah, bu her Çox can əsəbi, sıkıcı. çox əsəbi. Onun sert bakışları sanki beynimi yakar. Haydi, geç söyle gəlsin. Fakat onun her bir sözü keskin bir kılıç kimi ayırmak ister bizi. Gel bakalım. Görünmez oldun artık. Hiç görülmüş mü böyle arkadaşlık, yoldaşlık? Kimsədə bir qüsur yoxdur. Yalnız qəbahat səndə. Əyləniyorsun qorxunç uçurumlar önündə. Halbuki tək uzaqda yurdum, yuvan, eşim var. Gövərçin yavrusuyla yola göz dikmiş ağlar. Yola yabancı- göz dikmiş, ağlar. Yola göz dikmiş Hı. ağlar. Sən yabancı ellərdə uyub bir rəqqasəyə hər şeyi unutmuşsun. Doğru. Çok doğru. Lakin Anjel çok nazlı bir melekti. Güzellik sergisinde o bir latif çiçekti. Evet, mələkdir fəqət, şeytan ruhlu bir mələk. Lətif çiçəkdir fəqət, çox zəhərli bir çiçək. Bir sən deyil, hər kəslə o istər həmdəm olmaq. Lakin yaraşmaz sənə hər kölgəyə vurulmaq. 5 aydır Paris'tesən. Paris Söylə. sözün düz, vurğunu düz vur. 5 aydır. Paris'tesən. Ay sağ ol. Söylə, nə yaptın söylə. İnan ki məhv olursan bu sayğısız gedişlər. Seyr eyle işler. Burada en şöhretli ressamlar, Cəlaldakı sənəti hep alqışlar, salamlar. Bu əfsuncu qadından ayrılmazsan əgər, öyündüyün istedad sənə daha həp sönər. Reaksiyan nədir? Həm bunun könlünü qırmaq istəmirsən, həm də işdən ayrılmaq istəmirsən. Və nəhayətdə bu görür ki, sən artıq bunun istədiyinə nail olmur, onda sənin əlindən fırçanı alır. Və sən reaksiya ver bunun gəlişinə.
o ətrafında fırlandığına reaksiya ver. Amma necə reaksiya verirsən? Belə reaksiya verirsən ki, imkan ver işləyim. Yaxşı, biz üzündə o mimikalarında onları oxuya bilək. Deməli, birinci pərdədə elədiyimiz, yəni izahatdan sonraki hərəkətin danışıqla belə deyək, vəhdəti nisbətən alındı. Tam şəkildə olmasa da nisbətən alındı və bu hər bir məşqdən məşqə təkmilləşə, yəni obraz özününküləşdikcə o hərəkət də, danışıq da bir-birini tamamlayacaq. Birinci pərdədə yaxşı idi. Amma ikincidə hələ ki bir çiyilik var. Bunu da bişirməliyik, tam şəkildə olmalıdır. Yəni bu olmasa hərəkətin tempi və ritmi, burada bilirsiniz ki, obrazın ifasında çox mərhələlər var, keçməliyik. Bu da hərəkətin tempi və ritmi də bu mərhələlərin ən başlıcasından biridir. Çünki həmişə bəzən tamaşalarda görürsünüz, biz tamaşadan çıxanda bir-birimizlə söhbət eləyirik ki, tamaşanın tempo ritmi yox idi. Obrazın tempi və ritmi tamaşa üçün çox vacib olan şərtlərdəndir. Ne üçün? Çünki obrazların temp və ritminin cəmindən tamaşanın tempo ritmi yaranır, formalaşır. Və tamaşanın tempo ritmi olmadısa, tamaşaçı onu qəbul eləyə bilməyəcək. Çünki tempo ritm həm də dramatizmi artırır, dramatizmi formalaşdırır. Bax, buna görə də bizim üzərimizə düşən əsas vəzifələrdən biri oynadığımız obraz zamanı təklif edilmiş vəziyyət şəraitində obrazın tempini və ritmini düzgün müəyyənləşdirməkdir. Və obrazların tempinin və ritminin düzgün müəyyənləşməsi ümumi tamaşanın tempo ritminin düzgün istiqamətdə formalaşmasına və inkişafına kömək eləyəcək. Yəni, tamaşa adətən belədir ki, aşağı tempdən başlayaraq yüksələ gəlib finala çatır. Yəni, tamaşada ki, deyirik kulminasiya nöqtəsi, kulminasiya nöqtəsinə biz birbaşa gedib çıxmırıq. Kulminasiya nöqtəsinə biz pillə-pillə yüksəlib gedirik. Və bu pillə-pillə yüksəlmə həm bizim daxili vəziyyətimizdə, həm də zahiri hərəkətlərimizdə özünü biruzə verməlidir ki, bir-birini tamamlasın və nəhayətdə bizim o kulminasiya nöqtəsi dediyimiz konfliktin ən zirvəsinə biz gedib çata bilək. Və bundan sonra isə biz nəzərdə tutduğumuz, yəni tamaşanın ali məqsədinə doğru artıq irəliləyə bilərik çox rahatçılığına. Və buna görə də nəzərdə saxlayın ki, obraz ifası zamanı digər şərtlərlə yanaşı obrazın tempi və ritmi də ən vacib şərtlərdən biridir və bunu mütləq mənimsəməliyik. Bu, daha çox aktyorun rol üzərində ev işi bəhsinə daha çox aiddir. Çünki burada biz rejissor tapşırıqlarını veririk və o tapşırıqların tempini və ritmini siz evdə obrazınızı təhlil elədikcə özünüz müəyyənləşdirirsiniz. Əgər o səhv olsa, sabah biz bunu dəyişdirəcəyik. Amma fakt odur ki, sən obrazı düz təhlil eləsən, onun tempi və ritmi də düz olacaq. Aydındır? Yaxşı, bir sualınız var? Konflikt zirvəsi dediniz, o nədir ki? Konflikt, yəni tam hər bir dram əsərinin bax, ana xətt ki, inkişaf eləyir və köməkçi xəttlər ki, onu inkişaf elətdirib, gətirib çatdırır konfliktin zirvəsinə, buna kulminasiya nöqtəsi deyirik. Yəni, ən gərgin nöqtə. Və ən gərgin nöqtədə biz o nöqtəni qoyandan sonra oradan artıq neynirik, yenirik, deməli, ali məqsədimizə doğru. Və bu kulminasiya nöqtəsi təsəvvür elə ki, bir dağın zirvəsidir. Biz qalxdıq o zirvəyə və o zirvədən yenirik. Hara? Razviyaska finalda müəllim o. Bəli? Razviyaska final. Bəli. Düyünün açılması. Kulminasiya nöqtəsindən sonra artıq düyün başlayır açılmağa. Və düyün açıldıqca biz finala doğru, yəni ali məqsədimizə doğru gedirik. Budur. Sonra kimin sualı var?
Müəllim, bir dənə Uluq bəyin orada uşaqları uğurlayır, müəllim, deyil gedin. O əslində istəmir onların getməyin. Ancaq Yox, onlar- getmək qarşısını ala bilməyəcək. Onsuz da gedəcəklər. Amma o nəsihətin verir ki, görürsən sözündə nə var? Avropada işıq da var, qaranlıqda. Orada fəzilət də var, zəlalət də. Mətin davranmalı, ayıq olmalı. Bax bu o deməkdir ki, yəni gedib orada zəlalətə uymayın. Gedib Avropadan tərbiyə öyrənin. Avropanın o türk mentalitetinə yad olan adətlərini gətirməyin. Bax nəsihət onun üçündür. Yaxşı, sualınız yoxdur? Yoxdursa sağ olun. Bir 5 dəqiqə istirahət eləyin, yenidən başlayaq. Yaxşı.